Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb. 49 yaşlı hakim ötən gün infarkt keçirərək xəstəxanaya çatdırılsa da onun həyatını xilas eləmək mümkün olmayıb. Bugün o Qurd Qapısı qəbirstanlığında dəfn edilib. Mərhumun yaxınlarının verdiyi məlumata görə Samir Əliyev Azərbaycandan Türkiyəyə təhsil almaq üçün göndərilən ilk tələbələrdən biri olub. 92-ci ildə Ankara Universitetinə daxil olan Samir Əliyev daha sonra təhsilini Bakı Dövlət Universitetində davam etdirib və buranı hüquq ixtisası üzrə bitirib. Samir Əliyevin 3 övladı var. Onun Londonda təhsil alan qızı üçün bugün xüsusilə ağır olub təbii ki. Belə ki, qızının diplom müdafiəsi bugünə təsadüf eləyib. Atasının ölüm xəbərini alan tələbə dərhal Bakıya qayıdıb. Maraqlıdır ki, Samir Əliyev bir həftə əvvəl özəl xəstəxanalardan birində ümumi check-up müayinəsindən keçib. Ürək damarları, echo, stres testə daxil olmaqdan bütün müayinələrdən keçən hakimdə heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, bugün səhər saatlarında qəfil infarkt keçirərək vəfat edib. Onun yaxınları bildirirlər ki, bu faciə ailə üçün gözlənilməz olub və həkimlərin müdaxiləsinə baxmayaraq hakimin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Samir Əliyev 1976-cı ildə anadan olub, 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini, 2003-cü ildə isə Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1994-cü ildə Nəsimi rayon məhkəməsində məhkəmə katibi kimi başlayıb. 1998-2008-ci illərdə Ali Məhkəmədə vətəndaşların qəbul və müraciətlərinə baxılması şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2008-2015-ci illərdə Sabunçu rayon məhkəməsinin hakimi olub. 2016-cı ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərirdi. Samir Əliyev bir sıra mühüm cinayət işlərinə, o cümlədən ictimai rezonans doğuran məhkəmə proseslərinə sədrlik edib. Onun rəhbərlik etdiyi məhkəmə iclaslarında çıxarılan qərarlar hüquq ictimaiyyəti tərəfindən diqqətlə izlənilib və müzakirə olunub. Allah rəhmət eləsin.